Qaraheybət faciəsindən 4 il ötür. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poligonunda qəzlərə uğramasından 4 il ötür. Gözaltı Qafqazinfoya istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 30-u saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib. Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb. Polkovnik Cavadov Füzuli Əli İbramoğlu, Polkovnik Nəzirov Emil Nəziroğlu, Mayor Həsənov Elmir Mircəliloğlu, Mayor Əhmədov Elburuz Səmrəddinoğlu, Mayor Mayılov Emil Şahidoğlu, Mayor Məmmədov Murad Yaşaroğlu, Mayor Əliyev Emil Elmanoğlu, Tibb xidməti kapitanı Əhmədxanov Ceyxun Xanlaroğlu, Kapitan Bayramlı Cayvid Əhlimanoğlu, Kapitan Əliyev Xəyyam Əlixanoğlu, Kapitan Qaraysayev Teymur Ənbəroğlu, Leytenant Süleymanov Abdullah Telmanoğlu, Baş Leytenant Nağıyev Fərid Təyyaroğlu, İşçi Nəbiyev Elçin Fikrətoğlu. Qəza zamanı Polkovnik Leytenant Cəfərov Emil Məmmədoğlu və Kapitan Ədilov Ramin Ramizoğlu yaralanıblar. Qeyd edək ki, siyahıda işçi kimi təqdim edilən Elçin Nəbiyev 1-ci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik olub. O, Dövlət Sərhəd Xidmətində mülki əməkdaş kimi xidmət edirdi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.